Xərci var, efirdədir. Xərcli təhsil haqqında danışacağıq. Öncelikler, internette olan öncelikler. Sağlamlığınızın, gözəlliyinizin sirlərini danışacağıq. İstədiyi işin arxasınca gedir, pul qazanır. Xərci var, efirdədir. Donalduzun rəqs qrupunun ifasında Atəşgah rəqsini izlədiyiniz tamaşaçılar bədii rəhbər Aydəmirov idi və təşəkkürümüzü bildiririk. Möhtəşəm bir rəqs idi. Bugün bayram abu havasıdır bizim efrimizdə. May Azərbaycan xalqının 20-ci əsr tarixində ən unudulmaz bayramlarla zəngin bir aydı və bu ayda gözəl günlərdən birinə də 28 may Respublika günü təsadüf edir. Azərbaycan Xalq Cumhuriyyətinin qurulması günüdür və bu münasibətlə bütün dünya Azərbaycanlılarını təbrik edirik. Və bununla bağlı bizim çox önəmli ekspertlərimiz var. Onlarla söhbət edəcəyik və mən vaxt itirmədən onları sizlər üçün təqdim etmək istəyirəm.
Lider Televiziyası Analitik Araşdırmalar Redaksiyasının rəhbəri politoloq Sahil İskəndərov bizimlə birlikdədir və tədqiqatçı, jurnalist Dilgəm Əhməd bizimlə birlikdədir. Xoş gəlmisiniz. Xoş gördük. Və mən istəyərdim ki, vaxt itirmədən elə ilk sualımı sizə yönləndirim. İstərdim ki, bugünün mahiyyəti ilə bağlı bizim məlumatlandırardınız. Bugün bizim üçün, bütün Azərbaycan xalqı üçün, dünya Azərbaycanlıları üçün çox fəxarət duyduğumuz bir gündür. Təşəkkür edirəm. Bildiyiniz kimi 1804-cü ildən etibarən Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra Azərbaycan ərazisi Rusiya imperiyasının tərkibinə daxil edildi və 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanandan sonra Azərbaycanın ərazisi Qacar dövləti ilə Çar Rusiyası arasında parçalandı. Və bundan sonra Azərbaycan xalqı 90 il müddətində Rusiyanın tabeçiliyində yaşadı. Əlbəttə ki, müstəqil bir dövlətin var olması bizim üçün olduqca əhəmiyyətli idi və biz xoşbəxtik ki, 1905-ci ildə 1-ci Rus inqilabı baş verdiyi ərəfədən etibarən Azərbaycanda artıq siyasi azadlıq meyvələri yüksəlməyə başladı və bu da tədricən 1917-ci ildə Rusiyada Çar imperiyası, Romanovlar sülaləsinin dağılmasından sonra bölgədə yaranan geosiyasi proseslər nəticəsində artıq Qafqaz xalqları da öz müqəddəratlarını həll etdilər və əvvəlcə konfederasiya şəklində formalaşdırdılar və nəhayət 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın istiqlaliyyəti elan olundu. Yəni, ən əhəmiyyəti budur ki, Azərbaycan 90 il sonra yenidən azad oldu. Bizim öz dövlətimiz, öz bayrağımız, öz gerbimiz, öz himnimiz oldu və azadlıq Azərbaycan xalqına əbədi bir nemət kimi bəxş edildi. Bəli, əziz tamaşaçılar, növbəti rəqsimizi izləyirik. Növbəti rəqsimiz isə Nazlı rəqs qrupundan gələcək. Şalaxo rəqsini bizim üçün ifa edəcəklər. Bədii rəhbər Gülnurə Həsənova, rəqs müəllimi, xoreoqraf Elşad Quliyev. İzləyək.
istərdim ki, Sayın müəllim, söhbətimiz sizinlə davam etdirim. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün hansı zəruriyyətlər yaranmışdı? Sözsüz ki, ondan ötürü ilk növbədə Sərif xanım həmin dövrdə regionda və ümumiyyətlə də dünyada nizamında baş verən yeniliklər və hadisələrə, xüsusilə də mürəkkəb proseslərə diqqət yetirmək lazımdır. Burada Dilqəm müəllim dedi, əslində bilirsiniz də 1648-ci ildə o Vestfal sülh müqaviləsindən sonra dünyada ümumiyyətlə milli dövlətlər anlayışı ortaya çıxdı. Və sözsüz ki, hər bir xalq, hər bir böyük xalq, hər bir millət tarixən indi ola bilər ki, bunun zəif dövrləri olub, bunun daha qabarıq, daha güclü dövrlər, hər bir xalqın ziyalıları arasında özünün müstəqilliyini, öz müstəqil dövlətini və azad cümhuriyyətini qurmaq ideyası yaşayır və sözsüz ki, bundan ötürü də bu ideyalar yaşayır. Yəni bunlar birdən-birə ortaya çıxmır. Bunlar məsələn ola bilsin üst örtülü şəkildə o qəlblərə, beyinlərə hakim kəsilir. Amma o tarixi şərait yetişəndə artıq bunu reallaşdırmaq zərurəti meydana çıxır. Üzr istəyirəm, belə obrazlı desək, yəni elə bir təlatümlü dövrdə millətin, xalqının ayaqlar altında qalmağını istəmirsənsə, demək hansısa bir belə deyək də çevik addımlar atılmalı. Bax, bu zərurət oradan doğurdu. Əlbəttə ki, Azərbaycan cəmiyyətində bayaq Dilqəm müəllim də qeyd etdi burada. Xanlıqlar dövründə sonra Azərbaycan xalqlarının istilası, sonra həm Rusiya tərəfindən İran arasında bu iki Azərbaycan dövlətinin vahid Azərbaycanın iki yerə bölünməsi sözsüz ki, bu baxımdan həmişə xalqımıza ağrıdı, ziyalılarımıza ağrıdı və onların beyinlərinə bu hakim olan məsələ budur ki, əvvəl-axır nə vaxtsa Azərbaycanın da artıq bir müstəqil dövləti qurulmalıdır. Həmin tarixi şərait Dilqəm müəllim burada qeyd elədi. Əlbəttə ki, Birinci Dünya müharibəsində baş verən hadisələrdən sonra dünyada 4 imperiyanın, xüsusilə də ki, ən azı Cənubi Qafqaza birbaşa çıxışı olan, Cənubi Qafqazda birbaşa geosiyasi nüfuzu olan 2 imperiyanın, yəni təsəvvür edin ki, 4 imperiyadan ikisi birbaşa artıq Cənubi Qafqazla bağlı çıxış imperiyasıdır. Bunlardan biri konkret olaraq Rusiya imperiyası, Çar imperiyası, ikinci Osmanlı imperiyasıdır. Təsəvvür edin ki, belə bir şəraitdə, bu vəziyyətdə, bu regionda bəs Azərbaycan ziyalıları hansı addım atmalıdır? Bax, bu zərurətdən irəli gəlirdi. Və sözsüz ki, o zərurətdən də çıxış edərək Azərbaycanın ziyalıları, Azərbaycanın belə də düşünən beyinləri artıq belə bir cümhuriyyətin yaradılması, Azərbaycanın heç olmasa şimal hissəsində müstəqil dövlətin elan olunması zərurətini dərk edərək və o məsuliyyəti öz boyunlarına götürərək bu addım atdılar. Bax, bu həmin zərurət, həmin geosiyasi reallıqdan və o zərurətdən irəli gəlir. Elədir. Əziz tamaşaçılar, biz hələ burada söhbətlərimizi davam etdirəcəyik. Bizim bugünkü efirimiz tam bayram havasıdır, amma hazırda vaxt dostlarımızındır. Övladınızın yay istirahətini maraqlı keçirməyini, doyunca əylənməsini istəyirsinizsə, üz tutacağınız yeganə məkan Avtosalon Oyuncaqlar Diyarıdır. Uşaqların arzuları burada çin olur. Yüksək keyfiyyətlə istehsal olunmuş avtomobil və velosipedlər bir məkanda. Günün ən aktual, əyləncəli nəqliyyat vasitəsi Segway-ləri də Avtosalon Oyuncaqlar Diyarından əldə edə bilərsiniz. Hər yaşa və istəyə uyğun, müxtəlif ən müasir funksiyalı oyuncaq nəqliyyat vasitələrini ən sərfəli qiymətlərlə sizə təklif edir. Avtosalon Oyuncaqlar Diyarı. Balalar nə istəyir? Biz bilirik. Uzun-uzadı taksi axtarışına artıq ehtiyac qalmadı. Çünki şəhərin ən sərfəli taksisi Ulduz 1188 Güvən taksi var. Biz müştərilərimizin bizdən nə istədiyini dəqiq bilirik. Sifariş edirsiniz, şəhər daxilində sürücülərimiz sizə 7-10 dəqiqə ərzində yaxınlaşır. İnanmırsınız? Yoxlamaq üçün sadəcə Ulduz 1188 nömrəsini yığmağınız kifayət edir. Sifarişinizi eləcə də mobil uygulama ilə edə bilərsiniz. Uygulamanın ən müsbət cəhəti odur ki, sürücünü müştəriyə yönləndirmə vaxtını qısaldır. Sizin və ailənizin güvənəcəyi yeganə taksi xidməti Güvən taksi. Ulduz 1188.
Banu Aptek, Sumqayıt şəhərində sağlamlığınızı düşünərək sizə həftənin 7 günü və 24 saatı yüksək keyfiyyətli, standartlara uyğun xidmət göstərir. Əsas işimiz insan səhhəti olduğu üçün aptekimizdə şərait dərman vasitələrinin yüksək keyfiyyətdə saxlanılması üçün bütün göstəricilərə və gigiyenik qaydalara cavab verir. Banu Aptekdən ehtiyac duyduğunuzda lazım olan bütün dərman məhsullarını əldə edə bilərsiniz. Dərman vasitələri ilə birlikdə Banu Aptek sizə geniş çeşidli digər sağlamlıq məhsullarını da təqdim edir. Banu Aptekdə günün istənilən saatı siz qan şəkərinizi, təzyiqinizi və hərarətinizi yoxlatdıra bilər, eyni zamanda ilkin tibbi yardım xidmətindən də yararlana bilərsiniz. Sumqayıt şəhərində sifariş edilən dərman və digər tibbi məhsulların da ünvana çatdırılmasını təmin edirik. Rosko ət və ət məhsulları Azərbaycan kolbasa və sosis məhsulları qida rasionunda ən çox istehlak olunan məhsullardandır. Müəssisəmiz fəaliyyətə başladığı gündən bu günədək istehlakçılarla səmimiyyət fikrini qarşısına məqsəd qoyub. Ən müasir avadanlıqlarda ən yaxşı xam maldan istifadə olunmaqla hazırlanan ləzzətlər öz müştərilərinə çatdırılır. Peşəkar işçi qrupunun zəhməti ilə gigiyenik qaydalara riayət olunaraq təmiz şəraitdə istehsal olunan məhsullar evimizin, süfrəmizin bəzəklərindəndir. Tək evimizin deyil, həmçinin yaz, yay günlərində təbiət qoynunda istirahət etmək istəsəniz, təbii ki, bu günün ləzzətinə də Rosko ət məhsulları daha böyük bir ləzzət qatacaq. İstər manqal başında, istər təbiətdə. Rosko kolbasaları və sosisləri sizin gününüzü daha da dadlı edəcək. Onu da qeyd edək ki, Rosko ət və ət məhsulları halal sertifikatla, yəni halal holoqramlı məhsullardandır. Sizin bizə verdiyiniz dəyər sayəsində Rosko ləzzət və dadlı doktor, sirvelat və sosis çeşidləri ilə Azərbaycan bazarında öz yerini tutmağı bacarır. Ailənizin, övladlarınızın və sizin gündəlik qidanıza dad qatacaq ləzzət Rosko ət və ət məhsullarıdır. Skalyoz onurğanın lateral, sağa və ya sola doğru əyriliyi olub, eyni zamanda onurğanın öz oxu ətrafında rotasiyası, yəni hərlənməsidir. Skalyozun 100-ə qədər növü vardır. Bunlar içərisində idiopatik skalyozlar, yəni onurğanın səbəbi bəlli olmayan əyrilikləri daha geniş yayılmışdır. Müalicəsi iki istiqamətdə aparılır: konservativ müalicə və cərrahi müalicə. Konservativ müalicəyə fizioterapevtik müalicə, korset müalicəsi, müxtəlif müalicə və bədən tərbiyələri və sair aid edilir. Cərrahi müalicə isə onurğada cərrahi olaraq onurğa sütununun korreksiyasından ibarətdir. Müasir baxışlara əsasən tarakal nahiyədə, döş nahiyəsində kop bucağı 40 dərəcə üzəri olan hallar və bel nahiyəsində kop bucağı 30 dərəcə üzəri olan hallarda skalyozların cərrahi müalicəsi aparılmalıdır. Müasir skalyoz cərrahiyyəsinin əsasında texniki yeni implantlar, naviqasiyon sistemlər və müxtəlif sümük qreftləri dayanır. Hər bir cərrahiyyə növündə olduğu kimi skalyoz cərrahiyyəsində də həkim faktoru mühüm rol oynasa da, müasir skalyoz cərrahiyyəsində texniki yeni implantların və naviqasiyon sistemlərinin istifadəsi olduqca vacibdir. Müasir implantlar və naviqasiyon sistemlərlə aparılan skalyoz cərrahiyyəsinin uğurluğu 99%-ə çatır. Hətta əvvəllər müalicəsi imkansız hesab edilən ən ağır skalyotik deformasiyaların cərrahi korreksiyasının həyata keçirilməsi müasir implantlarla mümkün olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, kiçik yaşlı uşaqlarda growing rod sisteminin, yəni böyüməyə imkan verən rodların tətbiqi uşaqların böyüməsində, əməliyyatdan sonra uşaqların böyüməsində heç bir problem törətmir. Eyni zamanda qızlarda gələcək doğuş və hamiləliklə bağlı heç bir problem müşahidə edilmir. Türkiyənin məşhur restoran və catering brendi Beyoğlu artıq Bakıda. Ailəlikcə rahat vaxt keçirib dünya mətbəxini dadacağınız lüks məkan. Xüsusi kebablar, Beyoğlu'na özəl ocaqbaşı manqaldan birbaşa masanıza. Anında evinizin qapısına qədər çatdırıla biləcək özəl təndir yeməkləri keyfinizə bir keyf qatacaq.
Hər həftə sonları canlı musiqi ilə Sıla gecələrində çiğ köftədən dadaraq ən ləziz həftə sonunu yaşayacaqsınız. Türk və arabesk canlı ifalarıyla ruhunuz dincələcək. Dostlarınız və doğmalarınızla yorğun iş günü sonrası çay süfrəsi Beyoğlu'nda bir başqa. Ailənizin ən xoş günlərini Beyoğlu'nda daha yadda qalan və özəl qeyd edəcəksiniz. Uşaq banketləri üçün xüsusi menyularla balacalarımızı sevindirəcəyik. Ailənizlə gedəcəyiniz tək məkan Beyoğlu restoran və catering. Bir addım qədər yaxınlığınızdadır. Belə tamaşaçılar, biz Hünər rəqs qrupunu izləyəcəyik. Xəzərin rəqsi ifa edəcəklər bizim üçün bədii rəhbər Vali Mirzəzadə. istərdim ki, bu sualımı cavablandırarsınız. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Azərbaycan xalqına nə qazandırdı? Bilirsiniz ki, Azərbaycan Cümhuriyyəti Tiflisdə elan edilmişdir. Lakin o Tiflisdə elan edilsə də faktiki Gəncə istisna olmaqla Azərbaycan Qazaxdan Bakıya qədər geniş bir coğrafiyada faktiki iqtidarda deyildi. Yəni bilirsiniz ki, Bakıda qondarma hökumət qurulmuşdu Şamiyan tərəfindən və buna görə də Azərbaycan liderləri, Cümhuriyyət liderlərinin ilk atdığı addım oldu ki, Osmanlı dövləti ilə müqavilə imzalasınlar və Azərbaycan Cümhuriyyətinin ilk müqaviləsi olan Batum müqaviləsi imzalandı iyun ayının 4-də və Batum müqaviləsinin şərtlərinə əsasən
Osmanlı dövləti Qafqaz İslam ordusunu Azərbaycana göndərdi və sentyabr ayının 15-də Bakı işğaldan azad edildi. Yəni ən önəmlisi bu idi ki, Azərbaycan Cümhuriyyəti dönəmində Bakı bizim əbədi paytaxtımıza çevrildi. İkincisi, bilirsiniz ki, Çar Rusiyası dövründə Azərbaycanda hər şey, yəni Rus hakimiyyəti altında olduğuna görə məktəblərdir, Rus dilində tədris olunurdu, eləcə də universitetimiz yox idi. Yəni amma Gəncə dönəmində, Cümhuriyyətin Gəncə dönəmində artıq Fətəli xan Xoyski hökuməti tərəfindən dövlət dili türk dili elan edildi. Eləcə də orta məktəblərdə türk dilinin məcburi surətdə tədris edilməsi ilə bağlı fərman verildi. Və yaxud da ki, məsələn, Cümhuriyyət Gəncədə əyləşmişdi, amma Çar dövründə bilirsiniz ki, Gəncənin adı Yelizavetpol olaraq dəyişdirilmişdi və Cümhuriyyətin ilk addımlarından biri də Gəncə adının Gəncəyə geri qaytarılması oldu. Və yaxud da ki, ilk dəfə Azərbaycan Milli Ordusu formalaşdırıldı. Bilirsiniz ki, Çar dövründə Azərbaycanlılar hərbi xidmətə aparmırdılar və bu da bizim ordusu gücümüzü aşağı salırdı. Və yaxud da ki, Gəncə dönəmində bizim ilk bayrağımız qəbul edildi. Və ən önəmli addımlardan biri Azərbaycan Cümhuriyyəti dönəmində ilk dəfə bizim parlamentimiz açıldı. İlk dəfə Azərbaycanlıların özlərinin təmsil olunduğu bildiyiniz kimi hakimiyyətin üç qolu olan hökumətimiz, məhkəməmiz, parlamentimiz yaradıldı. Və ən əsası ilk dəfə Azərbaycan Cümhuriyyəti dönəmində Azərbaycan adlı bir dövlətin əsası qoyuldu və bu da qalib müttəfiq dövlətlər tərəfindən Parisdə tanındı. Və yaxud da ki, ilk dəfə olaraq Azərbaycanda insanlara, vətəndaşlara seçmə hüquq verdi və hətta burada yəni ən önəmlisi cinsindən, irqindən fərq olmadan yəni bütün vətəndaşlara verildi ki, biz də hazırda bunu fəxrlə deyirik ki, Azərbaycanda ilk dəfə qadınlara seçki hüququ verilibdir. Yəni saymaqla bitməz. Yəni 23 ay ərzində o qədər hadisələr baş verib ki, məsələn, Bakı Dövlət Universitetinin açılmasını qeyd etmək olar. Milli kadrların formalaşdırılması üçün xaricdə oxumağa 102 tələbə göndərilmişdi ki, onlar geri dönəcəkdilər və gənc dövləti daha da Avropanın ən çağdaş, ən modern dövlətinə çevirəcəkdilər. Təəssüf ki, işğal faktı bunların qarşısını aldı. Əziz tamaşaçılar, növbəti rəqsimizi izləyirik. Emil rəqs qrupunun ifasında Qazaxı rəqsi olacaq. Bədii rəhbər Emil Məmmədli.
Bəli, əziz tamaşaçılar və Səlim müəllim, bir çox uğura gedən yolda çətinlikləri yaradılır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində də bir çox böyük dövlətlər çətinliklər yaradırdılar. Buna səbəb nədir? Yenə məcbur biz gedək Birinci Dünya Müharibəsi məsələlərinə. Çünki Birinci Dünya Müharibəsi kim nə deyir desin, konkret olaraq böyük güclərin dünyanın xəritəsini, dünya dövlətlərinin xəritə belə deyək, sərhədlərini yenidən cızmaq savaşıdır. Baxın, indi bir balaca haşiyə çıxıb bir qəribə bir faktı demək istəyirəm. Əslində, indi bildiyimiz kimi Birinci Dünya Müharibəsi əslində belə deyək də təşəbbüskarı Almaniya olmuşdu o vaxt. İndi sözsüz ki, maraqlar başqa idi, Böyük Britaniya. Amma çox maraqlıdır ki, Birinci Dünya Müharibəsindən ən böyük itkilərlə çıxan dövlət məhz Osmanlı İmperiyası oldu. Təsəvvür edin ki, Osmanlı İmperiyası, indi tarixçi, tədqiqatçı buradadır. Osmanlı İmperiyası Birinci Dünya Müharibəsindən ərazisinin 70%-ni itirməklə çıxdı. Təsəvvür edin ki, Birinci Dünya Müharibəsinin başlayan Almaniya heç belə itkilərlə çıxmadı. Məsələ bundadır ki, bu bir daha sübut elədi ki, konkret olaraq o vaxtda mübarizə məhz ərazilər və ərazilər üzərində nəzarət idi. Və sözsüz ki, Azərbaycan da ərazidir, coğrafi məkandır və Azərbaycan üzərində nəzarət. Bu demək olar ki, bir mənalı şəkildə böyük güclər tərəfindən onlar arasında elə bir ölümdürmü savaşı gedir. Niyə? Çünki Azərbaycan Bakı nefti. Bax, məsələ bundadır. Kim xoşluqla nəzarətində olan ərazidən çıxmaq istəyər və onu əldən vermək istəyir və yaxud da ki, orada var sərvəti əldən vermək istəyir. Bax, bütün davalar, qırğınlar bunun üzərindədir və sözsüz ki, bir şey də yaddan çıxartmıyor ki, istənilən halda doğrudur. Bəli, ilk dəfə olaraq Azərbaycan adlı müstəqil bir dövlətin adı təsbit olundu və bu qəbul olundu. Amma istənilən halda bütün o dövrlərdə Azərbaycana məhz Türkiyə ilə, artıq Türkiyə Respublikası yaranırdı. Türkiyə ilə bir, belə deyək də, bağlılıqda baxırdılar. Yəni, nə Azərbaycan, nə də Türkiyə ayrılıqda nəzərdən keçirilmirdi. Bunlar məhz qardaş, dost xalqlar kimi nəzərdən keçirildiyinə görə müəyyən qüvvələr heç vaxt imkan vermək istəmirdilər ki, yeni bir müstəqil Azərbaycan dövləti də yaransın. Və əslində bunlar Osmanlı İmperiyasını parçalayandan sonra, Osmanlını o cür cəzalandırandan sonra Cənubi Qafqazda indi yeni bir, yəni ki, Osmanlı Türkiyə Respublikasından qardaş ikinci bir dövlət yaradılsın. Həm böyük bütövlükdə Qafqaz, həm Cənubi Qafqaz həmişə belə deyək də etnik konfliktlər və münaqişələr və yaxud da ki, narazılıqlar baxımından dünyanın ən belə çətin və ziddiyyətli regionlarından biri sayılır. Sözsüz ki, və böyük güclər həmin o ziddiyyətləri çox vaxt hətta alovlandırırdılar, olmayan şeyləri də yaradırdılar və bu yolla da nəzarəti əldən buraxmaq istəmirdilər. Bax, həmin çətinliklər ilk növbədə onunla bağlıdır. Növbəti rəqsimiz Kamerton rəqs qrupunun ifasında gələcək. Rüstəmi rəqsini bizim üçün nümayiş etdirəcək. Rəqqaslarımız Rəvan və Banu Çiçək olacaq. Bədii rəhbər Coşqun Abbasov.
istəyərdim ki, digəmə sizinlə davam eləyim. 100 il əvvəl qazanılmış bir uğur, qazanılmış bir belə deyim, müstəqillik qorunub saxlana bilmədi. Amma biz bunun üçün yenidən çalışdıq və ikinci dəfə nail olduğumuz uğuru qoruyub saxlaya bildik. Bunun üçün nələrdən keçdik, nələr itirdik? İstəyərdim ki, bunu necə bacardığımızı danışaq. Əvvəlcə deyim ki, Cümhuriyyətin eyvanından 100 il keçsə də, o 23 ay ərzində fəaliyyət göstərsə də, onun bizə təqdim etdiyi dəyərlər baxımından olduqca gəncdir və yenidir. Yəni 100 il öncə Cümhuriyyət liderlərinin bizə bəxş etdiyi çağdaşlıq, modernlik, parlament üsul idarəsi, seçki, seçilmə haqqları, bunların hamısı indi də aktualdır və bu baxımdan Azərbaycan Cümhuriyyəti hələ də gəncdir. 70 il ərzində Azərbaycan xalqı mübarizədən əl çəkmədi. Məsələn, nələr baş verdi? Bilirsiniz ki, bəzi liderlərimiz işğal zamanı qətrə yetirirdi. Məsələn, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyevi, bəziləri həbs edildi. Məsələn, Məhəmməd Əmin Rəsulzadə bir müddət həbsdə qaldı. Daha sonra Moskva, Peterburq, daha sonra mühacirətə getdi. Yəni, başda Məhəmməd Əmin Rəsulzadə olmaqdan Azərbaycan siyasi mühacirəti üzvləri, yəni öldükləri günə qədər Azərbaycan istiqlal mübarizəsini davam etdirdilər. Eləcə də 1923-cü ildə Azərbaycanda gizli komitələr yaradıldı, kənd üsyanları baş verdi. Yəni bu hadisələr 1937-ci ilə qədər, repressiya dönəminə qədər güclü şəkildə davam edirdi. Hətta repressiyadan sonra da 50-ci illərdə də gizli komitələr, təşkilatlanmalar yarandı və artıq yəni 1980-ci illərə gəldikdə artıq Sovet İttifaqı çökmə ərəfəsində məhz Azərbaycan xalqı bir daha ayağa qalxdı. Bu da bir təsadüfi deyil ki, Azərbaycan tarixdə məsələn son 100 ildə 2 dəfə müstəqil olubdur. Hər ikisi də Rusiya imperiyasının dağılması nəticəsində olubdur. Birində 1917-ci ildə Çar Rusiyası dağıldı, ikincidə də 1980-ci illərin axırında artıq Sovet Rusiyası dağılmağa başlayanda xalqımız yenidən ayağa qalxdı və müstəqilliyini elan etdi və bu da təsadüfi deyildi. Bu da onu göstərir ki, 70 il müddətində bolşeviklər nə qədər təbliğat aparsa da, nə qədər bu xalqın liderlərini, yazıçılarını, din xadimlərini, öndə gedən insanlarını qətrə yetirsələr də, sürgün etsələr də, bu xalqın azadlıq əzmini öldürə bilmədilər və nəhayət 91-ci ilin 18 oktyabrında biz yenidən müstəqil olduq. Bəli, biz yenidən müstəqil olduq və müstəqilliyimizi də qoruyub saxlayırıq və bunun üçün də əlimizdən gələni bir xalq olaraq etməyə də davam etməliyik. Sayın müəllim, çox təəssüflər olsun ki, zamanımız yekunlaşır. Sizə verəcək suallarımız, sizə verəcəyimiz suallarımız kifayət qədərdir. Bu haqda nə qədər də danışsaq kifayət etmir. Saatlarla danışmaq olar. Amma mən son olaraq sizin bugün haqqında, bugünün mahiyyəti haqqında bir daha tamaşaçılarımıza məlumat verməyiniz və fikirlərinizi bölüşməyinizi istəyərdik. Bugün çox şükürlər ki, Azərbaycan Respublikası ümumiyyətlə 90-cı illərin belə deyək də bir 93, 94, 95-ci ildən başlayaraq daha çox xüsusilə də yəni ideyanı arzulamaq, ideyanı yetişdirmək, beyinlərə həmin ideyanın hakim olması bir başqa şeydir. Amma real politik deyilən bir şey var. Yəni reallıqda onu həyata keçirməyin özü böyük xüsusi məharət, xüsusi ustalıq tələb edir. Çünki bəli, sən yaxşı ideoloq ola bilərsən, amma bu demək deyil ki, sən yaxşı təşkilatçısan və bu işi konkret olaraq əməldə həyata keçirə bilərsən. Və çox şükürlər olsun ki, elə 93-94-cü illərdən başlayaraq Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra indiki hakimiyyət dövründə də məhz həmin siyasət bir növ belə deyək də Azərbaycan Xalq Cümhuriyyətinin prinsiplərinə və ideyalarına söykənən siyasət və uğurla davam etdirilən siyasət bugün bir daha göstərir ki, Azərbaycan həmin Cümhuriyyətin hüquqi varisidir və sözün əsl mənasında layiqli varisidir və ikinci bir tərəfdən təsadüfi deyil ki, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən o Cümhuriyyətin fəaliyyətinə və ümumiyyətlə o Cümhuriyyətin rəhbərlərinə həmin ziyalılarla verilən böyük qiymət bax elə bugünün göstəricisidir. Bax bugün həmin o qiymətin nə dərəcədə dəqiq və nə qədər sərrast, düzgün olduğunu göstərir və sözsüz ki, biz nə arzulaya bilər? Əlbəttə ki, mən düşünürəm ki, həmin ideyalar, həmin prinsiplər, həmin reallıq, yəni bugün gördüyümüz reallıq mütləq nəsillərdən nəsillərə ötürülməli. Hər bir gənc nəsil, yenə deyirəm, köhnə nəsil, elə bilin ki, gənc nəsil qarşısında həmin o ideyaları, o prinsipləri təbliğ etmək, ötürməyə məsul olduğu qədər həmin gənc nəsillərdə, köhnə nəsillər qarşısında həmin ideyaları yaşatmaq məsuliyyətini daşıyırlar. Mən bunu deyə bilərəm, ancaq və sözsüz ki, və çox şükürlər olsun ki, bugün yenə deyirəm, biz indi bir növ artıq yaşlı nəsil sayılıq, indi orta nəsildə görür və şükürlər olsun ki, bu ideyalar yaşayır və mən düşünürəm ki, nə qədər müstəqil Azərbaycan var, bu ideyalar həmişə də yaşayacaq və Azərbaycanı irəli aparacaq.
Var olasınız Sahil müəllim. Təşəkkürümü bildirirəm gəldiyiniz Çox üçün. sağ olun. Və sizə təşəkkürümü Təşəkkür bildirirəm edirik. gəldiyiniz üçün, verdiyiniz məlumatlar üçün və söylədiyiniz kimi gənclərə siz ötürürsünüz və əziz tamaşaçılar, biz gənclərin borcu yaradılan bu şəraiti, qazanılan bu uğuru qoruyub saxlamaqdır. Necə edirik? Əlbəttə ki, hərəmiz işlədiyimiz öz sahələrimizdə doğru şəkildə fəaliyyət göstərsək, öz sahəmizi doğru şəkildə təbliğ etsək, onu doğru şəkildə bilsək, elə vətənimizi biz də bir növ belə deyək, təmsil etmiş oluruq. Ona görə qazanılan uğuru qorumaq lazımdır. Onu qazanmaq nə qədər çətindirsə, qoruyub saxlamaq da bir o qədər çətindir. Belə tamaşaçılar, bizimlə birlikdə Lider Televiziyası Analitik Araşdırmalar Redaksiyasının rəhbəri politoloq Sahil İskəndərov idi və bizimlə birlikdə tədqiqatçı jurnalist Dilgəm Əhməd idi. Təşəkkürümü bildirirəm gəldiyiniz Təşəkkür üçün. edirik. Sağ olun. Növbəti rəqsimiz isə Allegra rəqs qrupundan gələcək Qazağı rəqsini bizim üçün ifa edəcəklər bədii rəhbər Elnur Atayev.
efrimizdə burada yekunlaşır. Bir saatımızda belə xərclədik. Respublika gününüz mübarək olsun. Sağ olun, salamat qalın. Xərci var, efirdədir. Xərci təhsil haqqında danışacağıq. Öncelikler, internette olan öncelikler. Sağlamlığınızın, gözəlliyinizin sirlərini danışacağıq. İstədiyi işin arxasınca gedir, uğur qazanır. Xərci var, efirdədir.